Bugün Dövlət Təhlükəsizlik Xidməti Azərbaycana qarşı yönəlmiş təhdid və təhlükələrin vaxtında aşkarlanması, qabaqlanması, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün konstitusiya quruluşunun möhkəmləndirilməsi, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat pozğunluq əməllərinin qarşısının alınması, terrorçuluğa qarşı mübarizə və dövlət sirrinin mühafizəsi istiqamətində səmərəli fəaliyyət göstərir. Biz vətən sevgisini, dövlətçilik prinsiplərini Ulu Öndərin əbədi yaşar irsindən öyrənirik. Bugün Dövlət Təhlükəsizlik Xidmətinin şəxsi heyəti İdarə Əliyev kimi dahi şəxsiyyətin yaratdığı və milli ənənələrə söykələn möhtəşəm peşəkarlıq məktəbinin yetirməsi olmaqdan qürur duyur. Artıq qlobal miqyasda beynəlxalq hüququn ciddi deformasiyaya uğraması dövlətləri öz təhlükəsizlik sisteminin daha da gücləndirməyə sövq etmişdir. Yeni iqtisadi reallıqlar beynəlxalq təhlükəsizlik və mövcud dünya sisteminə, o cümlədən regionda əməliyyat şəraitinə ciddi təsir göstərmişdir. Ötən 2025-ci il və bu ilin ilk 3 ay ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanmış, Azərbaycan xalqı təhlükəsiz şəraitdə yaşamışdır. Ölkə Prezidentinin milli maraqların və dövlətçilik mənafələrinin etibarlı qorunmasında qətiyyətli və prinsipal mövqeyi xalqımızın gələcəyə olan inamını daha da artırır.